dinləyicilərimiz, hörmətli müəllimlərimiz və dəyərli şagirdlərimiz, Gələcəyin İşığı FM radiosunun bugünkü verilişinə xoş gəlmisiniz. Mən 9A sinif şagirdi Aytən Məmmədova sizinlə birlikdə milli ədəbiyyatımızın mühüm simalarından biri olan əziz şair, müəllim və publisist Abbas Səhədin həyatına və yaradıcılığına həsr olunmuş İşıqlı gələcək və ədəbiyyatın missiyası mövzulu geniş səyahətə başlamaqdan qürur duyuram. Bu saatda sizlərlə birlikdə yalnız keçmişin izlərini deyil, bugünün çağırışlarını da paylaşacaq, gələcək nəsillərə yönəlmiş dərin mesajları bir-birinə bağlayan bir nitq təqdim edəcəyəm. Hər bir xalqın mədəni ədəbi irsi onun ən qiymətli sərvətidir. Biz hazırki gənclik bu sərvəti sadəcə qorumaqla kifayətlənməməli, onu yaşatmalı və inkişaf etdirməliyik. Abbas Səhət obrazı sadəcə bir şair olmaqdan kənara çıxaraq zamanının maarifçi ruhunu özündə daşıyır. Yeni düşüncələrə açıq bir ziyalı profili ilə təcəssüm olunur. Şamaxıda doğulan tibb təhsili almış, sonralar ədəbiyyata və pedaqoji fəaliyyətə yönəlmiş bu şəxsiyyətin həyat yolu bizə göstərir ki, insanın özünü formalaşdırması yalnız peşə seçimi ilə deyil, ideallar və milli mənəvi vəzifələrlə də bağlıdır. Bu verilişdə mən sizə Abbas Səhədin həyat yaradıcılığından nümunələr təqdim edəcəyəm. Onun ədəbiyyata və cəmiyyətə verdiyi töhfələri analiz edəcəyəm. Eləcə də sizlərlə birlikdə məktəbimizin tam orta ümumi təhsil məktəbi olan vətəndaş şagird üçün bu irsin hansı çağırışları olduğuna toxunacağam. Ümid edirəm ki, bu saat sonunda hər birimizdə biraz daha çox ilham yaranacaq, biraz da düşüncə genişlənəcək və gələcəyə inamımız möhkəmlənəcək. Abbas Səhət 1874-cü ildə Şamaxıda Ruhani ailəsində dünyaya gəlmiş, gənclik illərində tibb təhsili almaq üçün İranın Məşhəd və Tehran şəhərlərində təhsilini davam etmişdir. Lakin o yalnız həkim olmaqla kifayətlənməmiş, mərz dövrünün maarif çağırışlarına cavab olaraq məktəblərdə müəllimlik etmiş, Azərbaycan dilində dərslər demiş, eyni zamanda ədəbiyyata, tərcüməyə və publisistikaya yönəlmişdir. Onun bu yol seçimi bizə göstərir ki, insan yalnız ixtisas üzrə fəaliyyət deyil, həm də ruhunun çağırışlarını, ədəbiyyat, təhsil, milli şuur təqib etməklə böyük uğurlar qazana bilər. Xüsusilə qeyd etməliyik ki, onun 1903-cü ildən etibarən Şərqi Rus qəzetində ədəbi publisist məqalələri nəşr olunmuşdur. Bu bir ziyalının yalnız şeir yazmaqla kifayətlənmədiyini, həm də düşüncələrini ictimaiyyətlə bölüşmək üçün platforma yaratdığını göstərir. O tərcümə ilə də məşğul olmuşdur. Misal üçün, Puşkin, Lermontov, Krılov, Natson, Maksim Gorki kimi klassiklərin əsərlərini Azərbaycanca çevirmişdir. Bu tərcümə fəaliyyəti yalnız dilçilik əməli deyildi. O, milli dilimizi, milli şuurumuzu zənginləşdirmək niyyəti ilə çalışırdı. Dünyanın ədəbiyyat xəzinəsindən örnəkləri xalqımıza təqdim edirdi. Bu baxımdan onun fəaliyyətində mədəniyyətlər arası körpü rolunu görmək mümkündür. Bizim məktəbimizin radiosu olaraq da Gələcəyin İşığı FM bu ruhu yaşatmaq, ədəbiyyatı yalnız keçmişlə bağlı deyil, həm də gələcəklə bağlı mənalı etmək missiyasını daşıyır. Abbas Səhədin yaradıcılığı romantizm cərəyanına bağlıdır. O, klassik poeziyanın estetik dəyərlərini qorumaqla yanaşı, müasir dünyanın çağırışlarını da şeir dilinə gətirmiş, insanı yeni ideyalara ruhlandırmışdır. Onun Sınıq Saz adlı poeması və Qüdrətli Məktub əsəri kimi nümunələri müasir düşüncə ilə milli mənəvi dəyərlərin sintezini təqdim edir. Yaradıcılığının əsas motivləri arasında vətənpərvərlik ruhu, azadlıq çağırışı, insan şuurunun yüksəlişi, maarifə yönəli təqdirlər yer alır. Məsələn, o demişdir, vətənini sevməyən insan yoxdur, varsa onda vicdanı yoxdur. Bu təsirli fikir bizə xatırladır. Hər birimizin, hər şagirdin, hər müəllimin və hər vətəndaşın bu ifadə qarşısında məsuliyyəti vardır. Onun uşaq ədəbi yaradıcılığı da qeyd edilməlidir. Abbas Səhət gənc nəslin tərbiyəsində iştirak etmiş,
məktəb dərslikləri və şeirləri vasitəsilə onları yüksək əxlaqa, estetika və milli dəyərlərə çağırmışdır. Bu isə bizim üçün, məktəb radiosu üçün bir dərs ola bilər. Ədəbiyyat yalnız böyüklər üçün deyil, həm də uşaqlar üçün, gələcək üçün açar rolundadır. Mövcud statistik rəqəmlər də göstərir ki, 20-ci əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında romantizm və realizm cərəyanları elmi tədqiqatlar tərəfindən aktiv şəkildə araşdırılmışdır. Bu da deməkdir ki, Abbas Səhhət və onun kimi ziyalılar ədəbiyyat tariximizin mühüm mərhələsini formalaşdırıblar və biz bu mərhələnin varisiyik. Hörmətli müəllimlərimiz və əziz sinif yoldaşlarım, gəlin bir anlıq təsəvvür edək. 10 il sonra siz və mən bu məktəbin məzunları olacağıq. O zaman bizə Abbas Səhhətin gördüyü işlərdən hansı sizin həyatınıza təsir etdi sualı veriləcək. Mən inanıram ki, çoxumuz cavab verəcəyik. O mənə göstərdi ki, oxumaq, inkişaf etmək və milli kökləri unutmayaraq dünyaya açıq olmaq olar. Radio verilişimizin Gələcəyin İşığı FM isə həmin cavabın bir hissəsi olacaq. Sizə və bizə yönəlmiş çağırışdır. Məktəblərimizdə ədəbiyyat saatlarında, məktəb radiosunun verilişlərində biz Abbas Səhhətin poeziyası və tərcüməçi fəaliyyətindən nümunələr çəkə bilərik. Üstəlik, sinifdə layihə işi olaraq Abbas Səhhətin müasir şagirdə mesajı mövzusunu müzakirəyə çıxara bilərik. Statistik olaraq, gənclər arasında mədəni, ədəbi, intellektual fəaliyyətlərə maraq artmaqdadır. Bu isə bir şagird radiosu üçün də böyük stimul ola bilər. Bu veriliş çərçivəsində mən çağırış edirəm. Hər kəs öz sinifində, öz dost çevrəsində işıq olacaq. Bilirsiniz ki, işıq sözü mənəvi işığa, fikir işığına, yaradıcı işığa bərabərdir. Biz şagird olaraq yalnız bilik almaqla kifayətlənmirik. Bilik yaratmaq, paylaşmaq və gələcəyə ötürmək üçün çalışmalıyıq. Gələcəyin İşığı FM radiosu bunun uşağıdır və biz şagirdlər onun aparıcılarıyıq. Beləliklə, əziz dinləyicilər, bugün biz birlikdə böyük bir ziyalı Abbas Səhhətin həyat yoluna nəzər yetirdik. Yaradıcılığından nümunələr götürdük. Məktəbdə və radioda bağlı olaraq sizə bir ilham mesajı ötürdük. Ümid edirəm ki, bu saat sizin üçün sadəcə dinləmək deyil, düşünmək, planlaşdırmaq və hərəkətə keçmək vaxtı oldu. Sonda bir daha xatırlatmaq istərdim. Hər bir şagirdin içində böyük potensial yatır. Oxumaqla, araşdırmaqla, paylaşmaqla o potensialı açmaq mümkündür. Gələcəyin İşığı FM radiosu sizə və sizin kimi dinləyicilərə o işığı aparmaq üçün buradadır. Bu verilişi mən Aytən Məmmədova Gələcəyin İşığı FM radiosunda təqdim etdim. Sizin təhsil həyatınızda uğurlar, şagirdlik fəaliyyətlərinizdə sübut edilmiş nəticələr və mənəvi zənginlik diləyirəm. Yaradıcı olun, düşüncəli olun və həmişə işığı qoruyun. Sizinlə sağollaşıram və gələn verilişlərimizdə yenidən görüşmək ümidi ilə hər birinizə xoş günlər arzulayıram.